Atəşkəs yoxsa bir tərəfli geri çəkilmə? İran ilə Siyonist rejim arasında baş verən 12 günlük müharibə təkcə cəbhədə deyil, eyni zamanda informasiya məkanında da qızğın qarşıdurma şəklini aldı. Bu müddət ərzində Siyonist rejimə ağır zərbələr endirildi. Lakin onların tətbiq etdiyi sərt senzura səbəbindən düşmənin real itkiləri barədə dəqiq və geniş informasiya əldə etmək mümkün olmadı. Siyonist rejimin inadkar və təkəbbürlü siyasəti hər kəsə yaxşı məlumdur. Bütün dünya bir ağızdan etiraz etsə də, bu rejim Qəzzaya qarşı barbarcasına hücumlarını dayandırmaq fikrində deyil. Bu isə onu göstərir ki, onlar üçün beynəlxalq ictimaiyyətin fikrinin heç bir əhəmiyyəti yoxdur. Əgər bir hədəf müəyyən ediblərsə, ona çatmaq naminə istənilən qanunsuz və ya qeyri-insani addım atmağa hazırdırlar. Elə bu səbəbdəndir ki, bu cür vəhşi və inadkar bir rejim əgər hərbi əməliyyatları dayandırmağa məcbur olubsa, demək, başlarına gələnlər sözlə ifadə ediləcək səviyyədə deyil. Əminliklə söyləmək olar ki, Netanyahu rejimi son illərin ən sarsıdıcı zərbələrini alır. Əgər bu rejim döyüşü dayandırmağa məcbur olubsa, bu o deməkdir ki, onların yaşadığı itkilər hələ bizə açıqlanmayan, lakin daxildən ciddi şəkildə silkələyən bir həqiqətdir. Unutmayaq ki, Yəmən də eyni hücum taktikası ilə hərəkət edir. Qarşısındakı qüvvənin kimliyindən, statusundan və hərbi gücündən asılı olmayaraq düşmənə gecikmədən amansız şəkildə zərbə endirir. Cuhud rejimi və ABŞ ilə qarşıdurma təkcə 12 günlük müharibə ilə məhdudlaşmır. Hərbi əməliyyatlardan əvvəl də düşmən informasiya və siyasi müstəvidə hücumlarını davam etdirirdi. ABŞ tərəfi İslam Respublikasını nüvə silahı hazırlamaqda ittiham edir, ardınca isə danışıqlar və müzakirə təklifləri irəli sürərək dünyaya güya məsələyə sülh yolu ilə yanaşdığını göstərməyə çalışırdı. Əslində isə bütün bu addımlar öncədən hesablanmış planın bir hissəsi idi. Məqsəd gələcəkdəki hərbi əməliyyatlara zəmin hazırlamaq, beynəlxalq ictimai fikri manipulyasiya edərək özünü haqlı tərəf kimi göstərmək idi. Burada mühüm bir məqam da qeyd olunmalıdır. Düşmən belə bir hiyləgər strategiya yürüdürsə, bu onunla bir masa arxasında oturmağın vacib olduğu anlamına gəlmir. Əksinə bu, onların niyyətlərinin nə qədər təhlükəli və qeyri-səmimi olduğunu ortaya qoyur. Bu məsələ ilə bağlı ayrıca geniş bir təhlil təqdim olunacaq. İmam Xamneyi düşmənlə danışıqların əleyhinə olsa da, İran daxilindəki bəzi siyasi qüvvələrin israrı ilə rəhbər ölkədəki sabitliyi qorumaq və daxili birliyi saxlamaq məqsədi ilə müəyyən şərtlər çərçivəsində danışıqlara razılıq verdi. Lakin danışıqlar zamanı ABŞ dəfələrlə siyasi cığallıq və oyunbazlıq nümayiş etdirdi ki, nəticədə bu, onun beynəlxalq aləmdəki nüfuzuna mənfi təsir göstərdi. Siyasi oyunbazlıqla məqsədinə çata bilməyən düşmən, nəhayət, hərbi əməliyyatlara başlamağa məcbur oldu. Onların savaşa start verməsi əslində siyasi meydanda uğradıkları açıq-aşkar məğlubiyyətin rəsmi etirafı idi. El arasında deyildiyi kimi, əgər bir problemi sözlə həll etmək mümkündürsə, yumruğa təpiyə nəyə ehtiyac var? İlk mərhələdə, yəni diplomatik və siyasi manevrlərlə müşayiət olunan döyüş müstəvisində İmam Xamneyi düşmənlərini tam qətiyyətlə məğlub etdi. İndi isə keçək hərbi cəbhəyə. 12 günlük müharibə ərzində dünya Siyonist rejimin ağır zərbələr aldığını canlı şahidinə çevrildi. Bəziləri deyə bilər ki, bəs İran da itkilər verdi. Bəli, bu doğrudur. Lakin İran dünyada itkisiz dövlət kimi tanınmır. Əksinə, İran şəhidlər verə-verə qan içində belə ayaqda dura bilən, varlığını və gücünü qoruyub saxlaya bilən bir dövlət olaraq qəbul edilir. 8 illik İran-İraq müharibəsi bunun ən bariz sübutudur. Dünya yaxşı bilir ki, İran həm sülh dövründə, həm də savaş vaxtı nə qədər dəyərli şəxsiyyətlərini, generallarını və qəhrəmanlarını itirib. Amma bütün bu itkilərə baxmayaraq İran hələ də sarsılmayıb, əyilməyib və ayaqdadır. Siyonist rejim isə dünyada tamamilə fərqli bir imicə sahibdir. Onlar dünyaya özlərini ildırım sürəti ilə və qəfil zərbələrlə müharibələri qazanan tərəf kimi təqdim ediblər. Bir həftə ərzində 6 ərəb ölkəsini diz söktürən İsrailin reputasiyası bu taktikaya əsaslanır. İran isə tam tərsinə uzun müddətli, əzici və yorucu müharibələrdə dözümlü olmağı ilə tanınır. Bu dəfəki müharibədə də Siyonist rejim ənənəvi taktikasına sadiq qaldı. Sürətli və hədəfli zərbə ilə qələbə qazanmaq arzusu ilə İrana hücum etdi. Özü də elə bir hücum ki, nəticəsində İranın bəzi generalları şəhid oldu. Lakin qarşılarında bu dəfə təsadüfi bir ordu yox, minillik dövlətçilik ənənəsinə sahib, möhkəm siyasi iradəsi olan İran dururdu. Siyonist rejimin sürətli zərbələri İrana müəyyən ziyan vursa da, İslam Cumhuriyyəti ayaqda qalmağı bacardı və döyüşün mahiyyətini dəyişərək onu uzun müddətli, yorucu müharibəyə çevirdi. Əgər xatırlayırsınızsa, müharibənin əvvəlində iri miqyaslı hücum edən İran sonradan raketlərinin sayını azaldaraq yorucu hücumlara başladı. Bu isə düşmənin heç də marağında deyildi. Netanyahu rejimi çox yaxşı bilir ki, uzun müddətli müharibə onların kabusudur və bu kabusda qalib tərəf İran olacaq. Elə bu səbəbdən istədiyi nəticəni əldə edə bilməyən düşmən hücumları dayandırmaq qərarına gəldi. Əlbəttə, bu qərarın arxasında dərin səbəblər dayanır. Düşmən 12 gün ərzində yaşadığı itkiləri özü yaxşı bildiyi, amma dünyadan gizlətdiyi itkiləri diqqətlə hesabladı və belə nəticəyə gəldi. Əgər 12 gün ərzində bu qədər zərbə alıblarsa, 60 gün davam edəcək müharibədə bu rəqəm 5 qat artacaq. Sadə bir düsturla desək, müharibənin müddəti nə qədər uzansa, itkilərin miqyası da eyni templə artacaq və bu, Siyonist rejimin daşıya bilməyəcəyi bir yükə çevriləcək. Cuhud rejiminin məğlubiyyəti ABŞ-nin münaqişəyə birbaşa müdaxiləsi ilə artıq məntiqi və siyasi təsdiqini tapdı. Əminliklə demək olar ki, əgər Siyonist rejim İran
İranla tək başına mübarizə aparmağa qadir olsaydı, heç vaxt öz imicini riskə ataraq Amerikanı köməyə çağırmazdı. ABŞ-nin əməliyyatlara qoşulması müharibə tərəflərinin real vəziyyətini dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirdi. Lakin düşmən tam ümidsiz değildi. Donald Trump hələ də bir plana bel bağlamışdı. Hesab edirdi ki, əgər ABŞ İrana hücum etsə, Tehran uzun müddət cavab verməyəcək və bu gecikmə İranın siyasi nüfuzuna ciddi zərbə vuracaq. Doğru və 3 əməliyyatının müvəqqəti gecikməsi düşməni bu planın işləyəcəyini daha da inandırmışdı. Trump düşünürdü ki, əgər İran cavab verməyə tələsməsə, o dünyaya qalib bir lider obrazı ilə çıxacaq. İran isə qorxaq və passiv bir dövlət kimi təqdim olunacaq. Bununla da Siyonist rejimin çıxılmaz vəziyyətdən xilas ediləcəyinə ümid edirdi. Lakin bu dəfə İranın cavabı gecikmədi. İslam Cümhuriyyəti birbaşa olaraq Amerikanın Qətərdəki hərbi bazasını hədəfə aldı və düşmənin qurduğu ssenari alt-üst oldu. Trump artıq anlayırdı ki, bu qarşıdurmanın birbaşa tərəfinə çevrilib və İranla uzunmüddətli bir müharibəyə sürüklənmək riski ilə üz-üzədir. Necə deyərlər, Zuhud rejiminin sürükləndiyi bataqlıq bu dəfə Amerikanda yavaş-yavaş udmağa başlayırdı. Lakin Trump bu bataqlığa xüsusilə də Siyonist rejimin xatirinə girməyə həvəsli değildi. Nəticədə geri çəkilməkdən başqa yol qalmadı. Digər tərəfdən Trumpın hücumu əslində simvolik xarakter daşıyırdı. ABŞ İranın əvvəlcədən boşaldılmış nüvə obyektlərini hədəfə aldı. Bu sadəcə siyasi şou idi. Yüksək dəqiqlikli kəşfiyyat imkanlarına sahib olan bir rejim, yəni İranlı generalların yerini tapmağı bacaran, hətta Seyid Həsən Nəsrullah kimi dərin şəkildə gizlədilən liderlərin mövqeyini müəyyən edə bilən bir sistem, məgər İranın həmin obyektləri boşaltdığını bilmirdimi? Əlbəttə bilirdi. Bu hücum əslində yeni bir hərbi siyasi taktikanın testindən başqa bir şey değildi. İran da Amerikanın Qətərdəki bazasına raket hücumu etməklə bu hücuma eyni dərəcədə simvolik şəkildə cavab verdi. Cavabın mahiyyəti isə aydın idi. Hər kim olursa olsun, istər İsrail, istərsə də ABŞ, hücuma cavab veriləcək. Bu, həm Trumpa, həm də onun arxasında dayananlara aydın bir mesaj idi. Bu mərhələdə düşmən artıq anlayırdı ki, hərbi müstəvidə çıxış yolu yoxdur. Trump və Zuhud rejiminin vəziyyətdən xilas olmaq üçün yenidən taktika dəyişdirməkdən başqa çarəsi qalmamışdı. Bütün kartlarını istifadə edən düşmən qələbə əldə edə bilmədiyindən məyus olsa da, hələ işə salınmamış ən böyük kart qalırdı. İran üçün daim kabus hesab edilən xalq etirazları və daxili ixtişaşlar. Bu, Trump və Netanyahunun sonuncu ümidi idi. Düşmən İran xalqını ayağa qaldırmaq və vilayət fəqih hökumətini sarsıtmaq üçün bu dəfə mələk libasına bürünərək sülh quşu rolunda teatr səhnəsinə çıxdı. Trump özünü sülhsevər lider kimi təqdim edir və güya Zuhud rejimini sülhə razı saldığını göstərməyə çalışırdı. Halbuki Zuhud rejiminin başqa çarəsi yox idi. Müharibəni dayandırmaq onlara hava və su qədər lazım idi. Amma bu geri çəkilmə dünya ictimaiyyətinə elə təqdim edilməli idi ki, məğlubiyyət kimi görünməsin. Ona görə də düşmənlər bir şou qurdu və məsələni elə göstərdilər ki, güya Siyonist rejim atəşkəsə razı deyildi. Amma Trump təpəsinə döyə-döyə Netanyahunu sülhə razı sala bilmişdi. Trump İran xalqının etirazçı hissəsinə belə mesaj verməyə çalışırdı. Mən Netanyahunu müharibədən çəkindirdim. İndi siz də ayağa qalxın və İmam Xamneyni müharibədən çəkindirin. Belə olan halda iqtisadi çətinliklərdən bezmiş İran xalqının bir hissəsinin küçələrə çıxması gözlənilirdi. Bu etirazçılar üçün artıq bir bəhanə var idi. Müharibənin davamında İmam Xamneyni günahlandırmaq. Onlar, əgər qarşı tərəf müharibəni dayandırıbsa, biz niyə davam edirik sualı ilə vilayət fəqih hökumətini hədəfə alacaqdılar. İmam Xamneyi bu dəfə olduqca çətin seçim qarşısında qalmışdı. Xalqın hansı hissəsinin fikri nəzərə alınmalı idi? Rəhbər elə bir qərar verməli idi ki, İran cəmiyyəti fikir ayrılığına düşməsin və daxildə parçalanma yaranmasın. Belə bir parçalanma gələcəkdə ciddi ixtişaşlara səbəb ola bilərdi. İmam Xamneyi düşmənin atəşkəs təklifini hansı niyyətlə irəli sürdüyünü dəqiqliklə dəyərləndirərək cəmiyyəti ortaq nöqtədə birləşdirəcək addım atmalı idi. Lakin atəşkəsi qəbul etməklə yol verilməz idi. Bu, həm İranın imicinə zərbə vura bilərdi, həm də düşmənin oyununa getmək anlamına gələrdi. El arasında deyildiyi kimi, yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal vəziyyət yaranmışdı. Düşmən çox ciddi şəkildə məqsədinə, İran daxilində xaos və parçalanma yaratmağa yaxınlaşmışdı. Ancaq İmam Xamneyi bu gərgin vəziyyətdən möcüzəvi şəkildə çıxış yolu tapdı. Elə bir qərar verildi ki, nə şiş yandı, nə də kabab. İslam Cümhuriyyəti nə atəşkəsi qəbul etdi, nə də müharibəni davam etdirdi. Bu yolla həm dövlətin mövqeyi və imici qorundu, həm də daxili sabitlik təmin edildi. İranın verdiyi rəsmi bəyanatda da bu mövqe açıq şəkildə ifadə olundu. Müharibəni düşmən başlayıb, İran isə sadəcə cavab verib. Əgər düşmən hücuma keçməsəydi, İranın da belə bir niyyəti olmayacaqdı. Kim bizi hədəf alarsa, cavabını alacaq. Necə ki aldı da. Bəyanatda farsça işlədilən təvəqqüf yek tərəfi, yəni bir tərəfli dayanma ifadəsi düşmənin bütün planlarını alt-üst etdi. İran açıq şəkildə bildirdi ki, müharibəni başladan tərəf özü də dayandırdı. İran isə əli tətikdə, daim hazır vəziyyətdə dayanır. Beləliklə, nə müqavimət tərəfdarları İranı düşmənlə anlaşmada günahlandıra bilər, nə də müharibədən narazı olanlar İranın gərginliyi davam etdirməkdə ittiham edə bilər. İmam Xamneyi mövcud şəraitdə əlindəki imkanlarla ən rasional və strateji qərarı verdi və düşmənin bu hiləsi də nəticəsiz qaldı.